Salam, əziz, dəyərli və çox hörmətli izləyicilərimiz. Hər birinizi səmimi qəlbdən salamlayıram. Artıq mübarək Ramazan ayına daxil olmuşuq və bu ay münasibətilə biz hər birinizi səmimi qəlbdən təbrik edir və bütün ibadət, itaət və oruclarınızın qəbul olmasını dua edirik inşallah. Bildiyiniz kimi bugün bizim bir çıxışımız var. Gündəlik biz Ramazan çıxışı belə bir mövzu ətrafında biz belə bir silsilə çıxışımız olacaq Ramazan ayı boyunca, Ramazan ayı müddətində. Qulluğun belə deyək ki, qulluğun mahiyyəti belə bir mövzu seçmişik və bu mövzu ətrafında biz danışacağıq dəyərli dostlar, dəyərli izləyicilər. Bugün ilk günümüzdə biz qulluq nədir? Termin və mahiyyət baxımından bu yönlü bir çıxış edəcəyik. Bugünkü çıxışımız əsasən qulluq nədir? Qulluğun mahiyyəti haqqında olacaqdır bugünkü çıxış. Ümumiyyətlə belə başlamağımız lazım gələrsə, bu qulluq anlayışı ilk başdan sadə bir şey kimi gələ bilər insana. Yəni ilk başdan sadə görünə bilər. Sadə görünə bilər. Lakin o insanın varlıq strukturuna və mövcudluq fəlsəfəsinə toxunan ən əsas anlayışlardan biridir. Dəyərli, ən əsas anlayışlardan biridir. Yəni qulluq sadəcə müəyyən ibadətləri yerinə yetirmək deyil, insanın öz ontoloji həqiqətini dərk etməsi, varlıq qarşısında olan mövqeyini doğru şəkildə müəyyənləşdirməsidir. Yəni belə deyək, bu qulluq insanı, belə deyək ki, insanın sadəcə ibadətləri yerinə yetirməsi anlamına gəlmir. Qulluq insanı nəfsin egosundan azad edir. İnsana kim olduğunu xatırladır. İnsana hədəfini xatırladır. İnsana o fitri yönlü ki var, insanın fitri yönü. İnsanın o fitri yönünü xatırladır. İnsana həqiqəti dərk etməsində ən yaxın, belə deyək ki, vasitəçilərdən olur insana. Əb termini ki var, ərəb dilində əb termini. Yəni müstəqil olmayan, varlığı özündən qaynaqlanmayan tam aslı mövcud demək mənasına gəlir. Yəni insan öz varlığının müəllifi deyildir. Yəni qulluğun mahiyyəti ondadır ki, insan özünün belə deyək ki, müəllifi deyil. Yəni bu nə deməkdir? İnsan özünü yaratmamışdır. Bizim demək istədiyimiz budur. İnsan özünü yaratmayıb. Yəni o özünü yaratmayıb və varlığını əbədi şəkildə bu dünyada davam etdirəcək qüvvəyə də malik deyildir. Yəni bu nəfsin egosundan insanı qurtarır. Dediyim kimi, mövzu adımıza uyğun olaraq qulluğun mahiyyəti odur ki, insana həqiqəti göstərir, insanı nəfsindən azad etdirir və insana belə deyək ki, gedəcəyi mövqeyi, yəni belə deyək ki, qarşısındakı olan mövqeyini göstərir və insana o deyirlər fitrəti ilə insanı tanıtdır, ruhu ilə tanıtdır. Bax, bu qədər önəmli bir şeydir. Yəni qulluğu biz sadəcə belə deyək ki, belə ibadət itaət etməkdə görməyəksər. Bax, indi Ramazan bu havalı canlı çıxmışıq. Bax, Ramazan ayında bizə lazım olacaq şeylərdir bunlar. Yəni biz bunu qeyd etdik ki,
insan özünü yaratmayıb və varlığını davam etdirən qüvvəyə sahib deyil və mövcudluğunu qorumaq üçün daim xarici səbəblərə möhtacdır. Yəni bu aslılıq zəiflik deyil, bu varlığın həqiqətidir əslində. Burada yazdıqlarımı oxuyuram, qeydlərimi. Həqiqətidir. Qulluq məhz bu həqiqəti şüurlu şəkildə qəbul edilməsidir. Yəni insan bunu anladıqca nəinki aşağı düşür, yerə aşağı, insan ucalmağa başlayır. Bu çox önəmlidir. Buraları diqqətlə dinləməyinizi xahiş edirəm dəyərli dostlar. Bir günlük 10-15 dəqiqənizi ayırmağınızı xahiş edirəm. Qısa olacaq onsuz da, uzağı 20 dəqiqə. Baxın, bu çox önəmlidir. Bu insanı, bunu başa düşmək insanı nəinki azaldır, insanın göylərə qaldırır. İnsanın dərəcəsini qaldırır. İnsana həqiqi hədəfə getmək yolunda ən böyük vasitəçilərdən, yardımçılardan biri olur. Çünki o nəfslə, o nəfsin egosu ilə sən varlığını, öz mahiyyətini dərk edə bilmərsən. Belə bir şey də var. Yəni bunu qəbullanmaq, bu aslılıq insana zəiflik deyil, qulluq məhz bu həqiqətin şüurlu şəkildə qəbul edilməsidir. Bu çox önəmli idi. Bura qədər ümid edirəm hər şey aydındır. Aha. Bunu belə deyək ki, indi isə insan özünü mütləq və sərhədsiz görsə, bu zaman onda təkəbbür yaranır. Nəfsini qidalandırmış olur. Amma lakin insan öz məhdudluğunu və ehtiyaclı olduğunu dərk etdikcə, idrak etdikcə, bu idrak onu alçaltmır, artıq reallığa uyğunlaşdırır. Çünki qulluğun mahiyyəti alçaltmaq deyil, alçaltmaq həqiqətə uyğunlaşmaqdır. Yalan şeylərdir, o nəfs, bunların hamısı yalandır. Dəyərli dostlar, bunların hamısı yalandır həqiqətən də. Yəni, doğrudan da. Qulluq qorxu üzərində qurulmuş mexaniki itaət deyil. Mexaniki itaət deyil. Əgər insan sadəcə cəza qorxusu ilə hərəkət edirsə, bu daxili azadlıq deyil. Həqiqi übudiyyət isə şuurdan doğur. İnsan anlayır ki, həyat təsadüfi deyil, varlıq məqsədsiz deyil və onun hərəkətləri nəticəsiz qalmır. Yəni, insan bir nəvi qul olduğunu başa düşdüyü zaman, qul olduğunu anladığı zaman, bu həyatın, bu kainatın, bu evrənin, bu dünyanın, bu yaradılışın təsadüfi olmadığını anlayır. Təsadüfi olmadığını anlayır və onun varlığının da boşu-boşuna olmadığı və onun varlığının da bir hədəfi olduğunu anlayıb artıq öz fitrətinə uyğun yaşamağa çalışır. Hədəfli, proqramlı şəkildə yaşamağa çalışır. Yəni, qulluğun mahiyyəti baxın buradadır. Bu qədər mühüm bir şeydir bunu anlamaq. Yəni, ilk başdan doğrudan indi, bəlkə də indi izləyicilərə şey gələ bilərdi ki, bu nə? Məsəl üçün, mövzudur, qulluq. Nə var ki, qul, belə deyək ki, bəlkə də çox adam elə bilirdi. Mənə dedilər ki, elə bilirdiniz ki, burada mən çıxıb danışacağım ki, ibadətlərimizi tam eləyək. Orası öz yerində. Onları istisnasız, tam şəkildə yerinə yetirmək mümkündür. Amma burada belə bir düşüncə tərzi də ki var. O paradoks deyirlər. Bu paradoks kimi görünə bilər ki, bunu etmək insana azadlıq gətirsin. Yəni, belə deyək ki, bu paradoks, indi burada belə bir sual yaranır. Qul olmaq insana sırf azadlıq gətirirmi? Belə deyək ki, bu azadlıq gətirirmi? Burada belə bir şey var. Bu insana ümumiyyətlə bir paradoks kimi gələ bilər. Yəni cavabsız
sual kimi də belə deyək, gələ bilər. Lakin halbuki insan mütləq həqiqətə bağlandıqda artıq nisbi bağlılıqlardan azad olur. Yəni şöhrətə, maddiyyata, insanların razılığına və nəfsin impulslarına bağlılıq insanı daxildən əsir edir. Yəni o insanın o dilləri ürəyin bunu istəyir. Ürəyinə görə yaşaması insanı artıq daxili aləmdən nəfsinə təslim olması və nəfsin impulslarına bağlılıq əsarət kimi gətirə bilər. Bunun da özü əsla və əsla belə deyək ki, azadlıq deyil ki. Burada da biz də belə deyirik. Ürəyin istəməyi sənə azadlıq gətirmir. Übudiyyət isə, indi deyəcəyik nədir? Übudiyyət isə insanı bu əsarətdən çıxarıb, onu mərkəzçilikdən uzaqlaşdırır və varlıq nizamı ilə uyğunlaşdırır. İnsanın öz daxili aləminə müraciət etməsi, sən kimsən sualını özünə verməsi, öz belə deyək ki, öz yaxşı cəhətlərini, öz pis cəhətlərini görərək və ona uyğun şəkildə yenidən özünə uyğun şəkildə belə deyim də bunu, özünə uyğun şəkildə yenidən bir hədəf proqram qurub nəfsini belə deyək ki, nəfsi üzərində qələbə qazanmaq üçün çalışırsa, bax, bu artıq həqiqi belə deyək ki, azadlıq olur. Çünki o azadlıq deyil ki, azadlıq şəkildə üzü bəzədilmiş, amma içi çirkab dolu bir şeydir daha, konkret, dəyərli dostlar. Yəni bundan o tərəfəsi deyil. Yəni nəfsin istəklərindən azad olaq, nəfsimizə tabe olmayaq. Bax, bu da qulluğu mahiyyətlərindən biridir. Nəfsimizə tabe olmamalıyıq. Axıra çatıram, tez bitirirəm. Və artıq biz beləliklə qulluğun mahiyyəti zəiflik deyil, şuurdur. Məcburiyyət deyil, idrakdır. Alçalma deyil, kamilliyə doğru yönəlmiş ontoloji oyanışdır. Yəni qulluğun mahiyyəti zəiflik deyil, dəyərli izləyicilər, şuurdur, dərk etməkdir, anlamaqdır, fitrətini, öz daxili aləmini başa düşməkdir. Bunlar çox lazımi bir şeydir insan hədəfinə. Biz əvvəlki çıxışlarımızda da demişik, insanın belə deyək ki, hədəfində çox yer. Bu şuurdur. Şuur da məcburiyyət deyil, idrakdır. İdrak da alçaqlıq, alçalma deyil, kamilliyə doğru yönəlmək deməkdir. Kamillik bu həqiqətdir. Görürsünüz, bax bunu yadınızdan çıxartmayın. Bax bu yaman düzüldü. Qulluq dedik. Qulluğun mahiyyəti zəiflik deyil dedik. Qulluğun mahiyyəti zəiflik deyil, şuurdur. Şuur məcburiyyət deyil, idrakdır. İdrak alçalma deyil, kamilliyə doğru gedən yoldur. Bax, bütün o həqiqi hədəf bax bunun içindədir. Bunu qeyd edin. Bunu həqiqətən qeyd edin, lazimidir. Yəni, insan bu həqiqəti dərk etdikdə o artıq sadəcə mövcud olmur, şuurlu şəkildə yaşayır. Şuurlu şəkildə yaşayır. Yəni, bunu artıq insan dərk etdikcə insan şuurlu şəkildə yaşamağa başlayır. Yəni, bugünkü çıxışımızın xülasəsi olaraq bildirə bilərik ki, qulluğun mahiyyəti sadəcə və sadəcə ibadətlərdən ibarət deyil. Qulluq insana şuur gətirir, insanın idrakını formalaşdırır, insanı kamilliyə doğru aparır, insanı o yalançı ləzzətlərdən qurtarıb həqiqi azadlığa, həqiqi nəfsə, həqiqi xoşbəxtliyə doğru aparır. Yəni insanın egosunu sındırır, nəfsini sındırır və insana kim olduğunu, fitrətini tanıtdırır. Baxın, bu dərəcədə insanlar üçün önəmli bir şeydir qulluğun mahiyyəti. Bura qədər hər şey aydındır inşallah dəyərli dostlar. Burada da onu dayandırıram. Çox yazmışıq, hələ arxası gedərdi bir yarım saat 40 dəqiqəlik. Amma indi burada bitirirəm dəyərli dostlar.
Yenidən görüşmək ümidi ilə inşallah sabahları biz təkrardan eyni vaxtda olmasa da indi yəqin ki, bu radələrdə dəqiq saat qoymadıq. Çünki birdən ola bilər də oynama, tam yalançı çıxmayaq inşallah, amma üzürlü səbəblər də ola bilər təbii ki. Burada hələlik dayandırıram dəyərli izləyicilər. Bura qədər siz özünüz düşünün, özünüz bir nəticə çıxarın. Suallarınız varsa da elə bu şərhə yaza bilərsiniz. Allah bütün tutduğunuz orucları, bütün ibadət və itaətlərinizi ən ali dərəcədə qəbul etsin və bu mübarək Ramazanda bütün dualarınızı qəbul olmasını biz Allahdan arzu edirik. Bura qədər inşallah ki, gözəl bir vaxt keçirdik. Bizi izləyən, dinləyən hər kəsə təşəkkür və minnətdarlığımızı bildiririk dəyərli izləyicilər. İnşallah sabah da eyni mövzuda, qulluğun mahiyyətində bunun davamı nitəliyində biz çıxışımıza davam eləyəcəyik. Bizi bu izləyən, dinləyən hər kəsə təşəkkür və minnətdarlığımızı bildiririk. Bizi izlədiyiniz üçün təşəkkürlər. Özünüzə yaxşı baxın. Təkrardan görüşənə qədər sağ olun.